6 ay siz reabilitasiya mərkəzi keçmisiniz də. 6 ay prosesdən sonra necə oldu ki, ayıq qaldınız və neçə müddət ayıq qaldınız? 1 il 3 ay ayıq qaldım, amma yəni sadəcə sağalmırdım da. Prosta ayıq. Ayaqda yaşayırdım. Qranitsalarımı pozurdum, istifadə dostlarımla görüşürdüm. İstifadə etdiyim yerlərə gedirdim, öz başınaqlarım hər biri getmişdi də. Elə bilirdim ki, məni qiymətləndirərlər, qərəzlə yanaşarlar. Kömək istəsəm, xəstə qanunum imkan vermirdi də kömək istəməyə. Mənim öz başınağım burada başladı ki, mən mərkəzdə ola-ola hər şeyi gizlədirdim. İçimdəki prosesi, narkotik istəyimi. Elə bilirdim ki, məni qınayarlar. Bunların sadəcə bəhanələrim olduğunu belə qəbullanmırdım. Necə oldu istifadəyə qayıtdınız? Çünki öz boşanaqlarım baş alıb getmişdi, mən də kömək istəmirdim. Qoymurdu da içimdəki o istək, narkotik istək ölməmişdi. Mən də kömək istəmirdim ki, ən azından uçuruma gediyimdə bacarmadım, kömək istəyə bilmədim. Mənim sohbətim var idi, podruqam, o məni yığdı mərkəzdən çıxanda. Dedi görüşək, qardaşım rəhmətə gedib. Dildə istəmirdim deyirdim, amma sinəsi istəyirdim mən də görüşmək. Çünki içimdəki narkotik sevgisi ölməmişdi də. Dedim yaxşı görüşək, əynimi canımı geyindim. Rəhbərimizə qayıtdım dedim ki, gedirəm çöldəki qruplara. Naldır üstü elədim orada da, yalan danışdım. Ağamdan da pul aldım ki, qrupa getmək üçün də. O pulla da durdum taksini, getdim qız bilə. Yolda qız mənə dedi ki, sənə deyəcəm Zakatqa götürərsən mənim üçün. Dedim yaxşı, prosta beynimdə fikir var idi ki, mənə narkotik ona verərəm, özüm istifadə eləmərəm də. Bir dənə narkotik verəndən sonra şirinliklə tutub mərkəzə gətirərəm. Elə bildin özünü kontrol eləməyi bacaracaqsan. Ki, mən eləmərəm də. Nə vaxt ki, bu qədər qranitsaları pozdum, istifadə eləmədim. Amma bilirdim ki, sağalmıram da. Çoxusunda əslində belə qəbullanmırdım. Eləmirəm ki, minimalizasiya edirdim də. Eləmirəm ki, ayığam da onsuz da. Özün öz illüziyalarını tuturdun ki, bunlar mənim xəstə düşüncələrimdir. Belə ayıq qalanda, ayıqlığım olanda tuturdum, amma qəbullana bilmirdim də. İndi buradan asılıqdan əziyyət çəkən xanımlara və valideynlərə nə demək istəyərsən? Onu demək istəyirəm ki, yəni gec olmadan övladlarını həqiqətən də qurtarsınlar. O nə bilim, o nə deyər, bu nə deyər, eləməsinlər də. Əslində uçuruma getdikcə lap pis biabır ola bilərlər. Bəli. Valideynlərin çoxsu ört-basdır edir ki, qızımdır və yaxud da oğlumdur, heç kim bilməsin, o tərgizəcək. Belə bir illüziyalar buraxırlar, amma valideynlər özləri fikir